Mən Natiq Qasımovam. 5 gün idi tək başına döyüşürdüm. Düşmən elə bilirdi ki, qarşılarında bir bölük əzgər var. Amma mən tək idim. Sonra mənə xəbər göndərdilər təslim olmasan. Xocalıdan əsir götürdüyümüz insanları öldürəcəyik. O an seçim etməli idim. Öz həyatımı yoxsa günahsız insanların həyatını. Mən dedim əvvəl onları azad edin, onlar azad ediləndən sonra əlimdə Azərbaycan bayrağı ilə düşmənə doğru addımladım. Mən əsir düşmədim. Mən insanların yaşaması üçün özümü qurban verdim. Əgər bir insanın təslim olması onlarla günahsız insanın həyatını xilas edirsə, bu məğlubiyyət deyil bu. Vətən sevgisinin ən uca zirvəsidir. Mənim adımı unutmayın. Bayrağımızı unutmayın. Vətən üçün verilən qurbanları unutmayın. Vatanına göz dikəni əz oldu. Dostun kim, düşmanın kimsəz oldu. Tarixini şərəfinlə yaz oldu, yaz oldu, gəz oldu.